həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində Biləsuvar rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Cənab Prezidentin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında Biləsuvar cəsurlarının da adları vardır. Qaziləri ilə fəxr edən Biləsuvarlılar şəhidlərinin də xatirəsini anbaan əziz tutur. Aslanlı İqbal İlqaroğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə Nizami Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdı. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdi. 2019-cu ildən Ağcakənd kəndi yaxınlığında, Ballıqaya istiqamətində və Mingəçevir rayonunda yerləşən ən saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçmişdi. İqbal kiçik yaşlarından idmanla məşğul olmuş, respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olmuş, müxtəlif medallarla təltif olunmuşdu. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi. Aslanlı İqbal Biləsuvar rayonunun savadlı, aktiv gənclərindən olub. Gənclər siyasətinin rayonumuzda və respublikamızda həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Biləsuvar rayon icra hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən fəxri fərman və diplomlara layiq görülmüşdür. Bu günləri İqbalımın şəhadətinin 5-ci il dönümüdür. Mən də bütün şəhidlərimizə rəhmət deyirəm. Allah ruhlarını şad eləsin. İqbal balamdır onların içərisində. Bizim fəxrlərimizdir, bizim qürurumuzdur, bizim and yerlərimizdir. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Məndən çox az soruşurlar ki, onun xatirələrindən yadımda qalıb. Yadımda yox, o mənim həmişə qəlbimdədir. Onun gülər üzü, onun cəsarətli olmağı, mərd uşaq olmağı həmişə mənim yadımdadır. Mən onunla həmişə fəxr eləmişəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. İqbal Aslanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən İqbal Aslanlı ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Suqovuşanın azad olunmasına görə 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edildi. İllərlə qürurumuzu ləkələyən işğal faktını öz əzmi ilə yox edən ordumuzun qalib əskərinin torpağımızın hər qarşının azad edilməsi fonunda hansı hisslər keçirdiyini təsəvvür etmək çətindir. Tərtər rayonunun Talış kəndinin azad edilməsində iştirak edən igidimiz elə müharibənin ilk günləri şəhid olub və sentyabrın 29-da doğulduğu Biləsuvar rayonu qəbristanlığında dəfn edilib. Bilirsiniz ki, İqbal balamız xidmətdə özlərinə dost seçmişlər, dost olmuşlar. Onlar 3 dost olublar və xidmət vaxtı o dostluğun nə olduğunu onlar nümunə olaraq bizlərə ötürmüş. Bugün bizlər onlarla fəxr edirik. O dostluq kisənnaməsi yazdılar, onlar o tarixdə onların izin qoydu və özlərin göstərdilər ki, dost necə olmalıdır. Cəmi 24 illik həyatını sanki vətənin azadlığı üçün yaşadı. İqbalın həyatından uşaq təbəssümü və bir də vətən üçün şəhid olmaq nümunəsi qaldı. Elə bir nümunə ki, bizə vətənin bütövlüyünü ərmağan etdi. Bu ərmağanı isə gələcək nəsil şərəflə, İqbal qədər cəsarətlə qorumalıdır. Elvin Qudrətov, İlqar Mustafayev, Bugün informasiya proqramı üçün.